Qardaşım, bacım, hər video çəkəndə bu cür müraciət edirəm. Bunun səbəbi var. Nədir səbəbi? Əziz qardaşım, biz səndən qohumuq. Yəni necə qohumuq? Biz Azərbaycanlıyıq. Bu reallıqdır. Bir ailə idik. Biz belə formalaşmışıq. Bizi palçıqdan yaradıb sonra da üfürməyiblər. Bunların hamısı metafordur. Bunların arxasında böyük həqiqətlər var. Biz bir ailə idik. Bir ailə idik. İstəsən də istəməsən də budur. Biraz böyüdük, nəsil olduq. İndi bizdə məsələn rayonlarda belə çox var. Məsələn kəndlərdə filankəsovlar, filankəslilər. Yəni bax bir zamanlar elə idik. Bir ailə idik. Böyüdük, bir nəsil olduq. Sonra bir tayfa olduq, qəbilə olduq, icma olduq, millət olduq, xalq olduq, dövlət olduq. Bu əsrlər boyu. Yəni biz bir kökdən gəlirik, biz bir ailəyik. Amma biz bir farsla bir ailə deyilik. Bir ərəblə bir ailə deyilik. Bu inancdır. Bəli, bu inancdır. Yəni istəyirsən şiə ol, istəyirsən sünni ol, istəyirsən sələfi ol. Sənin inancındır. Amma biz qan qardaşıyıq, millətik. Biz bir kökdən gəlirik. Bugün mən sizə bir həqiqət deyim. Bu dünyada iki tip insan var. İki tip. Başka insan yoktur. Bütün millet ve halklar iki tip insandan ibarətdir. Bir oyanmış insanlar, bir de qəflətdə olan insanlar. Bütün dünya dövlətlərini oyanmış insanlar idarə edir. Heç bir dünya dövlətində qəflətdə olan bir adam dövləti idarə eləmir. Var, hakimiyyətin içində qəflətdə olanlar da var, oyanmış insanlar da var. Və bir söz deyim sizə. Bugün bütün dünya idarə olur. Bəli, dünya dövlətləri idarə olur. Və bir dövlətin daxili siyasətinə qarışmasalar da, kənardan müşahidə edirlər. Yəni, məni kimi bir tipi həyatı boyu qoymazlar, gəlsin, dövlət başçısı olsun. Niyə? Həqiqətləri açsın, töksün ortaya. Bu belədir. Çünki hər dövlətin öz marağı var. İran dövləti tələb eləyəcək ki, mən prezident seçilmək istəyirəmsə, əgər öz ölkəmdə, mən prezident olmalıyamsa, mənə deyəcək ki, gəlirsən ora. Bildin necə? Qulağımı çərtərəm sənin, ha? Belə də deyəcək. Seçilən kimi birinci səfər eləyirsən, İmam Hüseynin türbəsini ziyarət eləyirsən. Məşədi Kərbəlanı ziyarət eləyirsən. Yoxsa qulağımı çərtərəm. Bəli, mən söz verirəm, öhdəlik götürürəm İranın qabağında. Çünki İranın gəlir mənbəyidir. Bəli, amma İranı idarə edənlər, bəli, onlar da ayıq adamdır. Bilirlər ki, onların siyasətinə xidmət edir. Bilirlər ki, Allah anlayışı nə deməkdir? Bilirlər ki, göydə Allah yoxdur. Çox gözəl bilir. Bunu Xamneyi hər kəsdən, Xamneyi ayıq adamdır. Bəli, qaflətdə olan bir insan deyil. Sadəcə dünya idarə olunur. Getdik Səudiyyə Ərəbistanına. Bəli, oradan ultimatum gəlir. Kimdir ora? Müsəlmanlar yaxşır axı burada. Kim seçilir? Hə, kimdir? Vüqardır prezident seçilmək istəyən orada. Ey, düdük, qulağımı kəsərəm ha. Prezident olmaq istəyəm. Deyirəm ki, bəli. Ziyarət edirsən həcə. Ağı geyinirsən, öpürsən qaradaşı. Deyirəm ki, baş üstə oldu. Bəli, mən bu öhdəlikləri götürməsəm, mənim qulağımı kəsərlərə ki, hara getdim? Bəli, çünki burada şiyələr yaşayır, burada sünnilər yaşayır, burada sələflər yaşayır. Olmaz onları oyatmaq. Bəli, hər kəsin öz maraqları var. Mən də öz ölkəmdə rəhbər olmaq istəyirəmsə, o maraqlara xidmət eləməliyəm. Vəssalam, ağzım nədir mənə başqa söhbət eləməyə? Çərtərlər qulağımı. Yəni, bu belədir. Bu dünya belə idarə olunur. Başa düşdün, sənə heç bir ölkə başçısı çıxıb deyə bilməz ki, ey, ayıl, bu belədir. Sən onu gözləmə, qardaşım. Bunu mən deyirəm, bilmirəm mənim də sonum nətər olacaq. Amma ki, elə şey yoxdur, qardaşım, yoxdur. Başa düşdün, səni idarə edənlər oyanıblar, məni kimi adamlardır. Səni isə oyanmağı istəmirlər, çünki sən gəlir mənbəyisən, çünki sən silahsan, çünki sən əskərsən, çünki sən
ordusan. Çünki sən inancın uğruna mənim başımı kəsməyə hazırsan. Biz qardaşıq ha, biz qardaşıq. Bir ailədən çıxmışıq, bir kökdən gəldik. Amma sənin inancın artıq mənimlə qardaş deyil. Mən sənə həqiqəti deyirəm. Səni idarə edən də məni başa düşür. O da həqiqəti bilir. Amma sən oyanmaq istəmir. Deyirə düdük, kes səsini. Qoy təsbih alır məndən, möhür alır, xurma alır, onu elir. Sən mənim ticarətimə niyə qarşısan qardaşım? Yaşamağa gəlmişik. Yaşayıram da gül kimi. Niyə bazarıma girsən? Hep düdük. Kışkır üstüme. Oyanmışsan. Kes səsini. Otur yerində. Qoy işimi görüm. Belədir bu dünya qardaşım. Belə idarə olunur. Mən də hər çıxışımda deyirəm ki, sən nəyə inanırsan inan. Biz qardaşıq, biz millətik. Amma səhnə budur. Görünən səhnə budur. Səni idarə edənlər məni başa düşür. Bilirlər ki, sənin düşündüyün kimi, sənə inandırdıqları kimi həqiqət yoxdur. Bilirlər ki, oyanmaq nədir? Həqiqət sənin içində saxlıdır. Ona görə də sənin başımın altına yastıq qoyurlar ki, yat qardaşım, yat. Lay lay beşiyim lay lay. Evim meşiyim lay lay. Və məni kimi danışanları asırlar. Nəsimini soyurlar. Başa düşdün ki, insanlıq belə idarə olunur. Əsrlərdir. Belə idarə olunur. Bəli, çünki oyanmış insan həqiqəti görən insandır və sorğulayan insandır. Oyanmış insan ölüb dirilən insandır. Ölmüş. Bəli, bildiyin rəsmən ölüb dirilən insan. Yəni necə? Bir mənliyini öldürür, başqa bir mənliyi oyanır. Həqiqəti görən mənliyi oyanır. Bu qədər sadə, qardaş. Qardaşım, bacım, biz, sən nəyə inanmağın nasıl olma, bir kökdən gəlir. Biz ailəyik. Sən isə yatmışsansa, nəyə inanmağından asılı olmayaraq, mən sənə əminliklə deyirəm ki, sənin inandığındır. Həqiqət deyil, elə şey yoxdur. Səni bunu inandıranlar da mənim bildiyimi bilirlər. Bəli, amma deyə bilməz, onu deməzlər. Heç kimə sörəyinə dəymez. Heç kim. Və sənə əmin eləyirəm ki, sənin bu dünyada sənə içdən canı yanıb, səni cənnətə aparmaq istəyən bir şəxs varsa, mənim bax, ailəmlə sabaha sağ çıxmayayım. Sənin cənnətin haqqında sənə ürəyi yanıb, qardaş deyən bir adam yoxdur bu dünyada. Sən sui-istifadə olunursan. Qutardı getdi. Bəli, mən səni var gücümlə inandırmaq istəyirəmsə ki, qardaşım, bu məsəl düzdür. Mən qələt eləyirəm. Mən maraqlarıma, bilsən nədir? Mənim maraqlarım bilsən nədir? Tək qalmaq istəmirəm. İstəyirəm tərəfdaşım olsun. Bəli, necə ki mən bugün danışam burada. İnsanlara oyatmaq istəyirəm. Niyə? Çünki istəyirəm məni kimi həqiqəti görən olsun. Sən də inanırsan və sən amma zülmətə aparırlar. Sən də istəyən o zülmətə tək getməyəsən, istəyən yanında mən kimisə aparasan. Bu belədir, amma heç kimin vecinə deyil. Çünki hamısı yaxşı bilir ki, elə bir yer yoxdur. Əminlik nədir? Elə bir yer yoxdur. Onlar nağıldır. Mələklər oturdular, nə bilim, gəldilər. Yoxdur qardaşım, istəyirsən məni kəsin. Mən çünki olan hamısı dolaşıb gəzirəm. Söz bə söz bilirəm, kəlimə bə kəlimə deyirəm, bilirəm ki, cənnət sözünün kökü haldır, hal. Bir insanın bir halı. Yəni bu halda sən cənnətdəsən. O məkan adı deyil. Əmin ol. 100 yox, milyon faiz deyirəm. Ona görə biz qardaşıq. Bunu unutma. Vəssalam.